başqa məsələlər çıxır ortalığa bu korrupsiya ifşalarından. Biri ondan ibarətdir ki, adam lap pulu olsa da nəyə görə bu qədər deməli mülkiyyət həvəskarı olmalıdır? İki şəhərdə 45 mülk bir ailənin nəyinə lazımdır? Bax, bu barədə Azərbaycanlılar düşünməlidirlər. İkinci sual ortalığa çıxır ki, necə olur ki, deməli İlham Əliyev özünün, ailəsinin olan əmlaklarını gedir, o pul vəsaitini Dubayda, Londonda, indi biz onlar aşkarlanır, Rublyovka aşkarlanır, başqaları hələ aşkarlanmıyor. Müxtəlif yerlərdə deməli mülkləri almağa xərcləyir, offshore hesablara köçür. Dövlətin pullarını Kongoda kənd təsərrüfatının inkişafı kimi absurd işlərə xərcləyir. Tacikistana kredit vermək kimi mənasız işlə məşğul olur. Belarusa faizsiz kredit verməklə məşğul olur. Və sonra da deyir ki, Azərbaycana sərmayə qoysunlar. Yaxşı, bu ölkədə sərmayə mühiti varsa, o zaman Azərbaycanın özünün və İlham Əliyevin ailəsinin pulları nəyə görə bütün dünyaya səpələnir və Azərbaycanda yox, başqa yerlərdə deməli onlar əlavə dəyər gətirir? Bunların da cavabını verməlidir İlham Əliyev.